televiziya kanallarının sayının artması rəqabətə gətirib çıxardır. Rəqabət televiziyada çox sağlam bir şeydir. Professor Nəsir Əhmədlinin nitqə verdiyi çox gözəl tərif var. Deyir ki, nitq fikrin, bu fikri ifadə etmək üçün lazım olan dil vahidlərinin sintezindən yaranır. Yəni nitq bərabərdir, dil üstəgəl fikir. Qurum sözü də uğurlu tapıntıdır türklər tərəfindən. Biz o sözü də qəbul edib işlədirik və yaxud da dolmuş sözü. Dolmuş bilirsiniz, yəni biz marşrut taksi dediyimiz şey ki var. Onlar deyirlər ki, bu dolmamış getmir. Dolandan sonra ancaq yola düşürlər. Ona görə bunların dolmuş qoyurlar türklər. Uğurlu tapıntıdır bir növü.